Salam, hörmətli tamaşaçılarımız, xoş gördük yenidən. Həftə sonu sərbəst müzakirə verilişində hər həftə olduğu kimi bu gün də yenə fərqli bir mövzu və maraqlı qonaqlarla görüşünüzə gəlmişik və istəyirəm ilk öncə qonaqlarımızı sizə təqdim edeyim, daha sonra isə mövzumuz haqqında məlumat verərik. Elə sol tərəfdən bizim qonağımız Şamilov hüquqşünas. Xoş gəlibsiniz Şamil bəy. Eyni zamanda digər qonağımız Orxan Əliyev vəkil. Salam, xoş gəlibsiniz. Əlinizə xoş gördük. Coşqun Əliyev, Tbilisi Dövlət Universitetinin səhv etmirəm, Beynəlxalq Hüquq Fakültəsinin tələbəsi. Xoş gəlibsiniz. Mən xoş gördük. Salamlayıram hər birinizi. Bugün bizim verilişimiz bizim belə deyək, hər il Azərbaycan Diaspora Dövlət Komitəsinin təşkil etdiyi yay düşərgəsindən bağlı olacaqdır. Siz də bu düşərgədə olubsuz, 4-cü və 5-ci düşərgələrdə olmusunuz. Bu il yenə bu düşərgə baş tutacaq və yenə bizim gənclərimiz bu düşərgələrdə iştirak edəcəklər. Ən maraqlısı odur ki, işğal olunmuş ərazilərdə belə deyək, bu səfər baş tutur əsasən də bu ildə Xankəndində baş tutacaqdır. Mən ilk öncə istəyərdim ki, sizi dinləyək və əvvəlcə məlumat verəsiniz, hansı bölgələrdə oldunuz, harada oldunuz və ilk öncə təəssüratlarınız bizim üçün maraqlı olardı. Elə Orxan bəy, sizdən başlayaq. Bir daha dəvət etdiyiniz üçün Azər bəy çox təşəkkürlərimi bildirmək istəyirəm və salamlayıram hər birinizi, izləyicilərimizi də salamlayıram. Deməli, Azərbaycan diasporası tərəfindən təşkil olunmuş 5-ci yay düşərgəsində biz iştirak etdik. Gürcüstandan bir neçə nəfər olaraq səfərdə idik. Keçən il keçirildi bu yay düşərgəsi və Şuşa bölgəsində, Laçın bölgəsində keçirildi yay düşərgəsi. Biz demək olar ki, Azərbaycan dövləti tərəfindən öz torpaqları, Qarabağ bölgəsində öz torpaqları geri qaytarıldıqdan sonra demək olar ki, Qarabağ bölgəsinin hər nöqtəsini gördük. Orada keçirdiyimiz hisslərdən biz ən önəmlisi, yəni məncə bunu vurğulamaq çox düzgün olar. Yəni, elə bir hisslər keçirdik ki, biz o torpaqlara ayaq basdıqca, yəni bunu sözlə demək və açıqlamaq çox çətindir, mümkün deyil. Həm sevinç hissləri, həm kədər hissləri, hisslər bir-birinə qarışmışdı, belə deyək. Hal-hazırda da yeni bir artıq 6-cı yay düşərgəsi təşkil olunur. Xankəndində keçiriləcəkdir bu yay düşərgəsi və iştirak etməyən və etmək istəyən bütün hər kəsə mən məsləhət görürəm ki, mütləq iştirak etsinlər. İstədim hələ ki, bir təəssüratlarınızı alaq. Ümumiyyətlə, hansı belə deyək, görüşlər keçirildi? Orada mən bildiyim qədərilə düşərgə sadəcə gəzməkdən ibarət olmur. Görüşlər keçirilir müəyyən. Bəli, tədbirlər olur. Bəli, çox müxtəlif tədbirlər keçirildi görüş zamanı. Həmçinin tarixi baxımdan, həmçinin hər baxımdan demək olar ki, görüşlər keçirildi. Müxtəlif qonaqlar dəvət edilmişdi bu tədbirə. Demək olar ki, səhv xatırlamıramsa, 63 fərqli dövlətdən xaricdə yaşayan həmyerlilərimiz dəvət olunmuşdu bu keçən il keçirilən yay düşərgəsində, Laçında keçirilən düşərgəyə və demək olar ki, hər mövzudan görüşlər keçirildi və yəni həqiqətən çox gözəl və təqdirə layiq görüşlər oldu. Coşqun, siz də eyni səhv etmirəmsə olubsuz, yəni Laçında olubsuz. Sizin də təəssüratlarınızı işləyək. İlk öncə hər birinizi salamlayıram, dəvətiniz üçün təşəkkür edirəm. Bəli də Orxan qardaşla bir yerdə olmuşduq. Onu qeyd etmək istərdim ki, Gürcü və Azərbaycan xalqlarının 1000 illiyə yaxın dostluq, qardaşlıq əlaqələri mövcuddur. Bu əlaqə ilə bağlı onu qeyd etmək istərdim ki, Ulu Öndər Heydər Əliyevin bu sözünü qeyd edim. Qeyd etmişdi ki, Gürcü və Azərbaycan xalqlarının dostluğu dünyaya nümunədir və qarşıdan gələn bizim müstəqilliyimiz gününü 26-28 may hər iki xalqın 1918-ci ildə talihi yenə eyni binada elan olunmuşdu və biz də böyüklərimizin qoyduğu yolda öz
layiqincə borcumuzu yerinə yetirərək hər iki dövlət arasında dostluq nümunəsini həyata keçirməliyik. Və onu da qeyd etmək istərdim ki, Qarabağda, xüsusilə də Laçın şəhərində bizim düşərgədə iştirak etməyimiz, yəni bir Azərbaycanlı gənc olaraq qeyd etmək istərdim ki, çox böyük qürur hissi keçirmişdim. Və inşallah qismət olar, yaxın zamanlarda bizdə işğal altında olmuş doğma vətənimizin Abxaziya, Samaçoblu torpaqlarında da bu kimi düşərgələrdə gürcü dostlarımızla birlikdə iştirak edək. İnşallah. Ümumiyyətlə, təəssüratın necə oldu? Laçın sənə necə bir təsir bağışladı? Çox böyük qürur hissi deyərdim, çox böyük qürur hissi keçirirdim. Bu qədər. Şamil bəy, siz digər qonaqlarımızdan fərqli olaraq 4-cü yay düşərgəsində olmuşdunuz. Bu Naxçıvanda baş tutmuşdu, səhv etmirəmsə. Ümumiyyətlə, mən özüm olmamışam Naxçıvanda, mənim üçün çox maraqlıdır ora. İnşallah qismət olar, bir gün biz də olarıq. İstəyərdim ki, sizin də təəssüratınızı alaq. Həm o düşərgənin təşkilatçılığı necə idi, necə təşkil olunmuşdu və orada nələr qazandınız? Fərq yoxdur da görüşlərdə və ya xaricdən gələn dostlar və s. dinləyiz. Qeyd etdiyiniz kimi mən 2023-cü ildə avqust ayında keçirilən 4-cü yay düşərgəsində Naxçıvanda olmuşam. Bu düşərgədə biz çox gözəl dostluqlar qazandıq. Mən qeyd etmək istəyərdim ki, yəni mən olduğuma görə mənim fikrimcə, yəni bu düşərgə keçirilmiş düşərgələr arasında ən gözəl düşərgələrdən biri oldu. Biz orada müxtəlif görüşlər keçirdik, müxtəlif dövlət adamları. Naxçıvanda tarixi abidələr də çoxdur, səhv etmirəm. Bəli, tarixi yerlərə, tarixi yerlərə bəli, bizim səfərlərimiz oldu. Orada gözəl bizim xatirələrimiz oldu. Naxçıvanda keçirilən düşərgədən ən gözəl anlardan, yəni bizim xatirəmizdə qalacaq anlardan biri orada keçirilən şəhid ailələri ilə görüş oldu. Yəni bu görüş insana çox toxundu, belə deyim sizə. Naxçıvanda mənim ilk dəfə yəni səfərim idi, oraya getmişdim. Yəni ən unudulmaz anlardan biri şəhid ailələri ilə, qazilərlə görüşümüz oldu. Görüşmək, onları dinləmək, qazilərin döyüşlərdə yaşadıqlarını. Orada yaşadıqları hissləri dinləmək çox böyük bir... Ümumiyyətlə, təşkilatçılıq necə idi? Yəni, bəyəndinizmi və ya hansısa bir, belə deyək, qüsurlar var idimi ki, misal üçün onları növbəti ildə düzəltsələr daha gözəl olar? Mənim fikrimcə, təşkilatçıların hamısı ideal insanlar idi. İşlərini hamısı... İşlərin peşəkarı idi. Bəli, bəli, öz işlərində çox peşəkar insanlar idi. Vurğulamaq istəyirəm ki, Emin müəllim yəni həqiqətən də bizə bir, belə deyim də, böyük qardaş kimi, bir ata kimi orada diqqət göstərdi. Yəni hər tərəfli. Aydındır. Orxan bəy, yenə sizə keçək. Ümumiyyətlə, Laçında necə təşkilatçılıq necə idi? Bütün proseslər sizi qane elədimi? Hər hansı bir yoxsa? Bəli, ümumiyyətlə, keçirilən tədbirdə hər hansısa bir belə deyək, mənfi cəhət axtarmaq çox böyük səhv olar. Zaten belə bir mənfi cəhət olmadığına görə heç bir şey deyə bilmərik. Hər şey çox üst səviyyə, yəni çox mükəmməl səviyyədə demək olar ki, təşkil olunmuşdu. Mənim zənnimcə və fikrimcə hər hansı bir minuslar olsa belə, yəni bunun özü elə bir belə deyək, gözəl bir təşəbbüsdür. Yəni hər hansı bir minus olsa belə zaten yoxdur, olsa belə zaten onu örtər və onun kölgəsində qalar. Ona görə də bəli, yəni mən bu cəhətdən yəni heç bir şey... Ümumiyyətlə, qeyd elədiniz ki, 60-dan çox ölkədən gənclər var idi. Onlar necə, onların təəssüratları necə idi? Ümumiyyətlə, Gürcüstandan gələn gənclərlə necə münasibət qururdular? Yəni, maraqlıdır. Münasibətlər ümumiyyətlə çox gözəl münasibətlər yarandı. Dünyanın demək olar ki, müxtəlif, yəni ağlınıza gələ biləcək hər bir ölkəsindən Azərbaycanlılarımız, öz insanlarımız yayılıbdır dünyanın hər bir yanına və oradan gələn yaxın dostlar edindik, uşaqlarla dostluq qurduq. Hal-hazırda da onlarla çox yaxın münasibətdəyik. Hal-hazırda
2025-ci ilin başlanğıcında mən xaricdə, İtaliya ölkəsində olarkən belə orada tanış olduğum bir dostluq qurduğum insanla görüşdüm. Yəni ona görə də yəni çox gözəl dostluqlar, münasibətlər quruldu. Bu düşərgənin ən yaxşı tərəflərindən biri də odur ki, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlı gəncləri bir araya gətirir və burada gənclərin bir özünün bacarığı olmalıdır ki, öz aralarında dialoq qursunlar, əlaqə yaratsınlar və istənilən təhsil sahəsində, mədəni sahədə, hətta biznes sahəsində də ola bilər, belə deyək, və gələcəkdə əməkdaşlıq etsinlər. Yəni buna mən indi gedəcək növbəti indi bu gedən gənclərə də tövsiyə edirəm ki, yəni xüsusən bu kimi şeylərə diqqət eləsinlər. Yalnız gəzdik, bitdi düşərgə belə bir yekunlaşdırmasınlar, yəni düşərgə. Bəli, təbii ki, mütləq belə deyək, bu təqdim olunan bu fürsətdən mütləq yararlanmaqlarını məsləhət görürəm mən. Sadəcə belə deyək, gəzmə və görmə məqsədli deyil. Bunu zaten hər kəs məncə çox asan şəkildə dərk eləyəcəkdir. Həmçinin Azər bəy, icazənizlə vurğulamaq istəyirəm. Bu keçirilən 5-ci belə deyək, yay düşərgəsi keçirildi və 6-cı keçiriləcəkdir artıq və mənim fikrimcə uzun illər keçirilməyə davam edəcəkdir bu tədbirlər. Bu tədbirlər və bu səfərlər keçirilməyində biz kimlərə borcluyuq, çox yaxşı bilirik. Bəli, Azərbaycan Silahlı Qüvvələri, əsgərləri, şəhidlərə, qazilərə, fürsətdən istifadə edərək şəhidlərimizə Allahdan rəhmət diləmək istəyirəm və qazilərimizə də can sağlığı, həyatda qalan qazilərimizə də can sağlığı bildirmək istəyirəm. Onlar olmasaydı, yəni biz bu sevinci, bu belə deyək, bu səfərləri, bu hissləri heç birini yaşaya bilmərik, tamamen onlara borcluyuq. Təbii, canları, qanları bahasına buna nail oldular və buna görə də sizin fikirlərinizə qatılırıq. Ümumiyyətlə, Coşqun, sizə dönək. Bilik baxımından, hər hansı bir təcrübə baxımından bu düşərgələrdə nə əldə etmək olar və ya nə əldə etdik? Çox qəşəng sualdır. Onu qeyd etmək istərdim ki, biz səfər çərçivəsində bir çox elmi tədbirlərdə iştirak etdik. Həmin elmi tədbirlər mən bir tələbə olaraq özümə çox yaxşı hiss edərdim. Çox bilik əldə etdim. Biliyimi daha da artırdım. Yəni bu cür elmi konfranslarda iştirak etmək hər bir gənc üçün çox dəyərli olar deyə düşünürəm. Təxmini hansı mövzularda elmi konfranslar, görüşlər keçirildi? Bəli. Astrologiya sahəsində görüşlərimiz oldu. Türkiyədən astroloq olan bir qonağımız var idi, belə deyək, tədbirdə iştirak edən. Ondan sonra müxtəlif şəxsi inkişafla barədə Azərbaycanlı bir çox məşhur bir tədbirçi dəvət olunmuşdu. Yenə insanın şəxsi olaraq özünü gəlişdirməsi ilə barədə belə deyək tədbirlər keçirildi. Müxtəlif qonaqlar var idi tədbirdə. Azərbaycandan məşhur insanlar var idi. Və demək olar ki, yəni ümumiyyətcə, yəni müəyyən təcrübə qazanmaq mümkün idi. Bəli, mütləq qazanıldı. Şamil bəy, siz də hər halda bu Naxçıvan səfərində, düşərgədə müəyyən tədbirlər oldu, görüşlər oldu. İstəyərdim bu barədə siz də məlumat verərdiniz və təcrübələr oldu mu? Bizim orada görüşlərimiz incəsənət adamları ilə oldu, elm adamları ilə oldu. Onlar şəxsi təcrübələrini bizimlə bölüşdülər. Bu da bizim üçün böyük bir təcrübə oldu. Gənclər suallar verdilər. Bəli, öz suallarımızı, yəni sahə üzrə bizə maraqlı olan sualları verdik və onlar çox gözəl cavablandırdılar. Bəli. Mən bayaq dedim, Laçında olmamışam və siz, yəni xoşbəxtsiniz, artıq Laçına səfər edirsiniz. Laçının bir xüsusi görünüşü var, yəni belə deyək də kadrlarda görmüşəm. Sizə, yəni Laçının özü necə bir təəssürat bağışladı, bir təbiəti olaraq, bir şəhər olaraq? Laçın bölgəsi ümumiyyətcə Qarabağ deyildikdə zənnimcə ən çox seçilən və ən yadda qalan bölgələrdən biridir. Çünki
Laçın bölgəsinin təbiəti o qədər gözəl bir təbiətə malikdir ki, ora gedən hər bir şəxs buna diqqət edə bilər. Laçın bölgəsinə ümumiyyətcə giriş edilikdə belə deyək, təpəlik kimi düşünə bilərik. Laçın bölgəsinə ətəyindən, təpəliyin, ətəliyindən daxil olursan, tamamilə fərqli bir havadır və yavaş-yavaş artıq Laçına daxil olduqda, yuxarılara çıxdıqda tamamilə fərqli hava var. Və bu insanda o qədər gözəl təəssürat yaradır ki, bunu dildən demək çox çətindir və ümumiyyətcə Laçın bölgəsinin özü o qədər gözəl ki, təbiət olaraq və həmçinin vurğulamaq istəyirəm ki, artıq Qarabağ bölgəsində artıq bir neçə ildir ki, dayanmadan çox sürətli şəkildə yenilən qurulma prosesləri davam edir. Çox böyük işlər hal-hazırda da görülübdür və siz orada artıq keçən illərdə belə getmiş olsaydınız görərdiniz ki, çox böyük addımlar atılıbdır və inkişaf etmə hal-hazırda davam edir. Keçək artıq bayaq dedim, bu il indi Xankəndində olacaq yeni düşərgə və bildiyim qədərilə çox gözəl, möhtəşəm bir hazırlıq gedir buna və artıq elan da verilib, gənclər iştirak edə bilərlər, müraciət edə bilərlər. Ümumiyyətlə, seçim prosesi necə oldu? Misal üçün, gənclərimiz indi müraciət edəndə nələrə diqqət eləsinlər ki, doğrudan da bu seçimdən keçə bilsinlər və iştirak edə bilsinlər düşərgədə? Bəli, seçimdə ümumiyyətcə yay düşərgəsində iştirak etməkdən ötəri Azərbaycan Diaspora rəsmi səhifəsinə daxil olaraq oradakı formu, belə deyək, bilgiləri, lazım olan, tələb olunan bilgiləri əlavə etdikdən sonra iştirak etmək istəyən şəxslərlə əlaqəyə keçirirlər. Təbii ki, orada lazımlı olan bütün bilgiləri iştirak etmək istəyən şəxsin mütləq bildirməsi lazımdır. Və artıq belə deyək, işlə bağlı bəzi seçimləri etdikdən sonra, yəni orada təbii ki, mən hansı prinsipə görə, kim nəyə görə seçilir, bunu demək mümkün deyil. Çünki kim seçiləcək, kim seçilməyəcək, təbii ki, bəlirli bir böyük ehtimal hal-hazırda da sayı olacaqdır. Yəni o sayıda olan insanlar aparılacaqdır. Zənnimcə yenə böyük ehtimal fərqli dövlətlərdən qonaqlar seçməyə çalışacaqlar ki, maksimal dərəcədə belə deyək, çox rəngli olsun, belə deyək. Dəqiq sayı mənim ağlımda deyil, ancaq ona yaxın iştirakçı var idi. Və belə dediyim kimi, yəni müraciət edərək oradan tələblərini göndərə bilərlər və mütləq onlarla əlaqəyə keçərlər. Qeydiyyatdan sonra səhv etmirəmsə bir şifahi bir sorğu da olur deyəsən. Bəli, qeydiyyat ilk öncə yazılı olaraq qeydiyyatdan keçirilir, ondan sonra əlaqəyə keçirilir və şifahi olaraq görüşlərdə keçirilə bilər. Aydındır. Sizin tövsiyələriniz varmı yeni gedən gənclərə? Qeyd etmək istərdim ki, Qarabağ sözünü deyəndə insan çox qürur hissi keçirir. Həmçinin Qarabağda olmaq daha başqa bir hissdir. Tövsiyələrim odur ki, getsinlər, Gürcüstanı layiqincə təmsil etsinlər, o Qarabağın gözəl təbiətini görsünlər, gözəl qürur hissləri keçirsinlər. Şamil bəy, sizin də eşidək. Mən də düşərgə iştirakçısı olaraq orada qazandığım təcrübələr, dostluqlar, gözəl vaxtlar üçün hər kəsə tövsiyə edə bilərəm ki, bu fürsətdən istifadə etsinlər. Çox gözəl görüşlər keçirilir, çox gözəl hisslər yaşayacaqlar, gözəl təcrübələr qazanacaqlar. Hər kəsə tövsiyə edirəm ki, bu fürsətdən istifadə etsinlər. Təşəkkür edirəm. Ümumiyyətlə, Azərbaycan Respublikasının Diasporlar İş üzrə Dövlət Komitəsi həqiqətən böyük bir iş görür. Yəni, bu ideya çox gözəl bir ideyadır. Bayaq dedik, dünya Azərbaycanlılarının ildə bir dəfə gəncləri belə deyək, bir araya gətirmək. Eyni zamanda səhv etmirəmsə 4 ildən bir dünya Azərbaycanlıların qurultayı da baş tutur və biz sonuncu qurultayda iştirak etmişdik. Müxtəlif ölkələrdən olan insanlarla, media nümayəndələri, QHT nümayəndələri, iş adamları görüşürsən, fikir mübadiləsi aparırsan
bayaq dediyim kimi səmərəli istifadə edilir. Yəni çox böyük işdir və böyük də məsuliyyət daşıyır. Bu qədər insanı gətirmək, dəvət etmək və onları orada yerləşdirmək və o problem yaşamadan bu belə deyək də tədbirlərin öhdəsindən gəlmək çox böyük məsuliyyətli işdir və buna görə də biz Diaspora Komitəsinə və bütün əməkdaşlarına, xüsusən də rəhbərliyinə, cənab Fuad müəllimə təşəkkür edirik bu gözəl ideyaya görə və ümid edirik ki, bu davam edəcək və növbəti dəfə biz də yenə biz qurultayda, yəqin ki, gələcəkdə siz də həmçinin qurultayda da iştirak edəcəksiniz. Mən bir daha sizə gəldiyiniz üçün təşəkkür edirəm. Artıq verilişin sonuna yaxınlaşırıq. Nəsə əlavə etmək istədiyiniz varsa, buyurun, dinləyirəm sizi. Əlavə etmək istədiyim qısa bir mövzu var. Mən də təşəkkürlərə qatılıram. Əməyə keçən hər kəsə çox təşəkkürlərimi və minnətdarlığımı bildirirəm. Həmçinin vurğulamaq istəyirəm ki, fürsətdən istifadə edərək Azərbəy, biz artıq Qardabani rayonunda Azərbaycan Yeni Diasporası tərəfindən belə deyək, pulsuz hüquqi yardım mərkəzi fəaliyyətə başlayıbdır. Bəli, artıq birinci həftəsini yola verdik biz. Hər həftənin belə deyək, 6-cı günləri saat 11-dən saat 4-ə qədər bəli, qəbul günləri olacaqdır. Hüquqi baxımdan hər hansı bir dəstəyə ehtiyacı olan insanlarımız, Qardabani bölgəsində yaşayan insanlarımız müraciət eləyə bilər. Bölgə olaraq da Qardabani təhsil mərkəzində yer alırıq. Bəli, mən istəyərdim elə qeyd edeyim, Diaspora Komitəsi bu sahədə də böyük işlər görür. Gürcüstanda bir sıra təhsil mərkəzləri və artıq Mardiolidə fəaliyyət göstərir. Şamil bəy də oranın aparıcı şəxslərindəndir. Hüquqi yardım mərkəzi artıq bir ildən artıq səhv eləmirəmsə fəaliyyət göstərir. İndi Rustavidə də açılıb, Qardabanidə açılıb. Bu böyük işdir həqiqətən vətəndaşlarımızın hüquqi problemlərini, onlara məsləhətlər verilməsi. Çünki hər insan müəyyən bir məsləhət almaq üçün vəkil axtarıb tapmaq, ona müəyyən məbləğdə pul ödəmək bu onlar üçün bir çətinlikdir. Əksər vaxtı da nə axtarmırlar, nə tapmırlar, nə də müraciət etmirlər o dediyimiz məsələlərə görə və nəticədə də vətəndaş hüquqi pozuntularla qarşılaşır, hüquqi çətinliklərlə qarşılaşır. Ona görə də bu sahədə atılan addımlar həqiqətən böyük addımlardır. Buna görə də həm sizə, həm Diaspora Komitəsinin rəhbərliyinə təşəkkür edirik. Mən bir daha sizə çox sağ olun deyirəm gəldiyiniz üçün, vaxt ayırdığınız üçün və bu ilki yay düşərgəsinə gedəcək gənclərimizə də bir daha uğurlar arzulayırıq və bu düşərgədən maksimum şəkildə yararlanmaqlarını tövsiyə edirik. Əziz tamaşaçılarımız, bugünkü verilişimiz də burada yekunlaşır. Növbəti həftə sonu yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın.